Deməli, başlayırıq. Günləri bizim qonağımız yanında ki, Motivator Team'in idmançısı, bizim qardaşımız qonaq deyil. Neçə ildir ki, biz Tahirlə dostluq edirik və Tahirin hər... Motivator klubun vitse-prezidenti. Bəli, vitse-prezidenti. İnşallah, Allahın köməliyi ilə. Niyə də olmasın? Gələcək UFC-nin döyüşçüsü, özdəki polnu hype-la olan, dolu olan döyüşçüsü həqiqətən. Çünki Tahirin hype-ı da çox belə, necə deyirlər, belə yerində olan hype-ı var. Salamlayıram mənim qardaşım. Necə səndə var, nə yox? Mənə super, hər şey aladı. Gördüyün kimi, hər gün idman, hər gün zal. Öz işimdəyəm, bir sözlə. Yəni, bundan qabaq hansı işdəydin? Harada işləydin? Həvət cəmat çəkişlərdəydim. Bundan qabaq haradaydın? Başqa biznes planlar var idi, ona görə itib batmışdım. Yox, əslində itməmişdin. Sən də elə gedirsən, gəlsən. Yəni, qış yuxusu deyilən şey var. Yəni, qışı elə də xoşlamıram deyə, qış yuxusuna gedirəm. Yəni, onda hype olmur da, döyüşlər olmur. Yaya yaxın aylaram. Mən sən bir tane söz deyim. Bizim həqiqətən döyüşçülərimiz çoxdur. Hamıya salam deyirəm buradan. Və sən bunların arasında xüsusi olaraq seçilmiş döyüşçülərdənsə xarakterə görə, istər-istəməz hamı bunu bilir. Hansı məşqçi danışırsa, kimsə məsələn fərq etməz də bizim məşqçilərimiz danışır. Hamı deyir ki, Tahir Abdullayevin həqiqətən çox potensiallı UFC döyüşçüdür. UFC-yə layiq olan döyüşçüdür. Bu zaten biraz öncə ilə Şəhriyar Abbasov da təsdiqlədi ki, həqiqətən potensialı çox böyükdür. Ancaq ki, müəyyən bir məsələlər var ki, Tahirin beynində olan mövzular var. Hansı ki, qış yuxusu, yəni istəsə Tahir, mənə görə başqa fikirlər olmasa, müəyyən bir, necə deyirlər, mən demərəm ki, səndə stress var, depressiya var, belə şey yoxdur. Yaxşı döyüşlərdən əsaslanır. Məndə yaş əvvəl kimi 20, 21, nə bilim 22 deyil, 19 deyil. Neçəli 30 29 yaşım var. 29 var. Yəni 30-a yaxınlaşıram. Ondan əlavə illərdir mən bu idmandayam. Yəni burada prosto düzgün ruslar demişlər, двигаться eləmək lazımdır. Düzgün hərəkət eləmək, düzgün divijeniya eləmək lazımdır. Yaxşı döyüşlər az olur. Yaxşı döyüşləri demək olar tez-tez tapmaq olmur. Ona görə də ildə 2 dəfə döyüşürəm, maksimum olar 3 dəfə, o da çox redko olur. Отличный кик запускал, но упал после своего же этого хайкика. Вот сейчас вы можете понять, почему его прозвище «Танк». Очень легко поднялся, очень легко развернулся и очень легко соперника пригвоздил к настилу. Начинает, и сейчас будет стучать, да, сдается Шахрус. Тахир финиширует на последней минуте первого раунда. Победу одержал Тахир Танк Abdullayev. Motivator Fitness Klub sizi daha sağlam, daha energetik və daha özgüvənli hiss etməyiniz üçün fəaliyyət göstərir. Burada müasir avadanlıqlarla təchiz olunmuş fitness və crossfit zalından və yalnız xanımlar üçün fəaliyyət göstərən idman zalından istifadə edə bilərsiniz. Həmçinin fitness food restoranımızdan dietik yeməklər sifariş verə bilərsiniz. Peşəkar məşqçilərimizin nəzarəti altında Motivator Fitness Klubda qollarınızı gücləndirin. Özünüzü daha yaxşı bir formada görmək istəyirsinizsə, həmən ilk addımı atın və bizə qoşulun. Motivator Fitness Klub. Məqsədlərimizə birlikdə nail olaq. Yəni var döyüşlər, yəni lazım olsa ildə 5 dəfə 6 dəfə döyüşürəm, 10 dəfə döyüşürəm. Prosto yəni o döyüşlərdən İstədiyin yox. Bir nəticə olmayacaq. Nəticə qonorar baxımından yoxsa ad baxımından? Nəticə ad baxımından. Yəni əslində o adlı. Ondan əvvəl əlbəttə ki, qonorar da lazımdır ki, yəni yaxşı məşq eləyək, yaxşı məşq eləyək, yaxşı pul verin, pul versin. Əlbəttə, xətə bu pul orta olmalıdır, amma yəni ad olmalıdır ki, yəni o addan sonra sən yəni reytinqdə, mirovi reytinqdə irəli gedəsən. Tahir, Butorinlə söhbət düşmüşkən, Butorinlə biz Moskvadakı Fight Nights-da döyüşündə çox gözəl bir qələbə qazandın. Demək olar ki, sənin ən parlaq döyüşlərindən biri idi. Bizə niyə görə? Çünki qardaşın oradaydı, motivatordaydı.
И олимпийский чемпион Никита Покорный. Победу одержал Касим! Его соперник Симу Муталину. Orada elə bir şou göstərdi ki, o elə bir çəkilişlər Orada oldu mənə ki, motivasiya verən millətimiz oldu. millətimiz Millət var idi. dəhşət Həqiqətən Tahirin tək Moskvada yox, ümumiyyətlə bütün Rusiya və SNG-də dəstəyi çox güclüdür bizim millət tərəfdən. Hamınızı Moskvada 3 salamlayıram. dəfə olmuşdu ki, belə, yəni 2 döyüşçü belə qrupla Nərimanla turnirdə Tahir döyüşdü. bir yerdə. Nəriman Abbaslan, Mari Pirayev. Mən bu turnirdən, yəni ona görə sən gördün ki, yəni Ajotaj. Moskvanın içindən yox, elə ətrafından çoxu gəlmişdi. Vladivostokdan gələnlər var idi ki, yəni deyirlər ki, bu döyüşə görə biz gəlmişik ki, baxaq ora. Yəni ona görə də böyük bir motivasiya vardı. Həm də ad var idi. Mən bilirdim ki, bu döyüşü orada qonorar da böyük deyildi. Demək olar yox vəziyyət, yəni səviyyəsində idi. Amma bilirdim ki, ad olacaq orada. Ada görə mən orada döyüşdüm. Yox, ad da qazandım. Mən ad yəni ki, hype, reyting, yəni ondan sonra başqa təşkilatlar da məni çağırdılar, dəvət elədilər, yəni belə. Sən bu Torin'dan yox, bu Torin səndən necə deyirlər o hype əldə elədi. Yəni bu Torin yaxşı döyüşçüdür. Yox, bu Torin yaxşı döyüşçüdür, amma yəni həmin vaxt mənim elə də yəni ad var idi. Yəni əlbəttə ki, yəni tanınmış döyüşçü deyildim. Yəni təhlükəli prosta döyüşçü. Döyüşçüydü. Prosta təhlükəli döyüş da ağır keçdi və orada sənin bir dənə axırda var ya momentum var idi. Salto vurdu. Net salto idi də orada. Тяжело летят удары, тоже смотрит он на часы. О, какой удар! С разворота в воздухе попадает Тахир Абдуллаев. Tutuzdursaydın, bu Torinin sifəti bir üstünə gün deyildi. Bu Torinin sifətinin bu tərəfi düz idi belə. Biz onu səhər tezdən görüşdük. Səhər tezdən yeməkdən qaydanda, səhər tezdən yeməkdən qaydırdıq biz döyüşü qeyd çox xarakterli olandı. Yəni mənə belə bir döyüşlər lazım. Belə bir döyüşlər olsa niyə də yox? Niyə də döyüşmərəm? Yəni mən tez-tez döyüşərəm. Məşqlərim də yerimdə olar, hər şey yerimdə olar. Amma özü biz ki, məşq eləmək üçün bu finansı lazımdır. Maraqlı məndə psixologik bir şey var ki, məsələn, elə vaxt olur ki, çürükür mən vəs yığıram, çəki yığıram. Onlarda psixologik problemlərdir. Necə? Yəni istədiyim döyüşlər tapa bilmirəm. Hansı ki istəyirəm, yəni reytinqli döyüşlər, elə döyüşlər tapa bilmir. Ona görə mən elə məşq edəndə ki, stabil məşq edirəm. İdmançı, professional idmançı postoyanlı formada ola bilməz. Yəni yüksək formada ola bilməz. Formada olan həmişə döyüş olandır. Hə, yəni orta formada olmalıdır. Həmişə döyüş olan da postoyanlı pikində olmur. Niyə? Çünki orada yama deyilən şey var, idmançılar deyir yama. O pik və yama deyilən şey var, yəni orada düşmək olar. Məndə yəni çəkim çox olsa da, yəni formada olan, postoyanlı hər gün stabil gündə bir məşqim, 1 saat güləşdir, əl-ayaqdır, yəni onu eləm. Amma necə görsən ki, məsələn 5 gün bundan qalx mən Bakıya gələndə 95 kilo idim, indi 89 kiloyam. İndi məşqlərə baxırıq da. Yəni mən bilirəm ki, indi mən Zubara gedəcəm, məşqə gedəcəm, yəni təlim məşq toplantısına gedəcəm. Orada yüzlərcə döyüşlər olacaq. Mayda mənə döyüşlər verirlər, may ayında verirlər, Grand Prix Fight Night-də vermək istəyirlər. Sizdən predlajeniyalar var, çoxlu predlajeniyalar var da. İndi Bakıda UFC olacaq özümüzdə 20 iyun. Əlbəttə ki, bəxtimiz gətirsə, kimsə döyüşçülərdən 84, liba 77-də travmirit olsa ya da UFC istəsə ki, bizim 3 dənə döyüşçümüz var UFC-də, onlardan əlavə kimisə qıraqdan patiset eləmək, əlbəttə ki, şansımız yəqin olsa, orada girə bilərik. Yəni, mən onu düşünüb, fikirləşib, indi formadayam. Özdə psixologik forma, məndə ən aslanlı idmançılar üçün ən vacib olan psixologikdir, o fiziki deyil. Qalan sən psixologik formada güclü olasan. Yəni, mən həm psixologik, həm fiziki formada əlayam. Yəni, döyüşlər olsa, olacaq da, yəni hazıram mən demək olar. Sən başa düşürsən ki, bu moment var da, indi bu neçə ay UFC-yə qədər və o momentdən yaxşı mənada istifadə etmək olar. Çünki bu sənin üçün bir şansdır. Bu növbəti illərdə bilmirsən, olacaq, olmayacaq. Ona görə bu Amerikaya gedirsən, məsələn, Amerikadakı təlim məşq toplantısına qatılacaqsan, orada da istər-istəməz UFC idmançıları var, məşqlər, bir də o da bir, necə deyirlər, o addımlardır, bir də dostluq münasibətləridir. Çünki orada Amerikada olanda istər-istəməz biraz UFC-yə düşmək daha rahatdır.
Çünki Necə oradasan. ki, Rusiyada Çünki birdən döyüş düşür və yəni birdən moment o təklif olur, sən də o momentdən istifadə edir. Gör nə qədər UFC döyüşçü var ki, həmin momentdə kiminsə yerinə çıxıblar, bu günləri UFC çempionlardılar. Mən bəlkə mayın 5-i bu pod vaprosdur, amma ola bilər ki, Aydin Combat deyilən təşkilat var, elə bir orada bəlkə döyüşdüm mən. New Yorkun özündə elə bir onların çempionu UFC-yə zaminə çıxıb və o çempion kimlə döyüşməlidir, o rəqibsiz qalıb. Məni dəvət elədilər, yəni kontrakt yox, yəni dedilər ki, zaminə çıxarsa mən həmi vermişəm, indi onlardan cavab gözləyirəm. Sən neçə ay qalacaqsın orada? Yəqin ki, mayın axırına kimi, iyunun ortasına kimi baxır necə qarşılayacaqlar Amerikada. Şimdi Amerikadadır ki, dostlarımız, bizim orada dostlarımız çoxdur, idmançılarımız çoxdur. Bir qatdan çəkməyəcək, inşallah hamını taq eləyəcək gizlin. Nədirsə? Tahir gəlir. Ya, hamısından əlaqədəyim, hamısından dostlarımız çoxdur. Mən orada San Francisco'da olacağam, demək olar bir 2-3 həftə. Ondan əvvəl mən Amerikan top timdə Masar Yevloyevin, ondan sonra və tanınmış UFC döyüşçülərin məşq elədiyi Amerikan top timin müəllimi o dəvət eləyir, onunla danışıram. O deyir ki, gəl bizdə də məşq elə. Yəqin ki, onlara da gəzəm ora. Yəni gəzəcəm də oranı. Rayonlara necə gəzsəm, biz də oranı ştatlara gəzəcəm. Amerikada olmusan? Yox. İlk dəfədir. Amerikada 21 yaşımdan çalışıram ki, ora vizalım gedim. Alınmırdı. Təxminən 10 ilə yaxındır. Bəxt elə bir ay bundan qabaq. Green card tutdun? Yox. Milyarder oldum. Viza adobret elədilər, indi ona görə gedəcəm. Özün nə fikirləşsən? UFC-yə düşsən, məsələn, sən özünü orada o necə deyirlər ki, ayda məsələn kəmər çətindir də, o kəmər elə belə, yəni kəmər deyil. O kəməri götürə bilərsənmi? Düşdük, qaldırdı kəmər götürmək. Bu nə sonra? Kilometr fark gəldi. Gözdə bir düşək, görək ətrafında fırala bilir. Təsəvvürlə ki, UFC-dəsən, düzdür qardaş. İndi öz gücünü bilsən, orada olan konkurensiyanı bilsən, düzdürmü? Yəni sən necə fikirləşirsən? Kəməri götürə bilərsən? Orada sən optla asılıdır, məşqlərdən asılıdır, situasiyalardan asılıdır. Niyə də yox, hər şey, yəni insanın həyatda bacarmayacağı bir şey yoxdur. I smile. 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 Thanks to Lovely Dent Clinic. Yəni sən özünü bilə-bilə, özünü yəni tanıya-tanıya düşmüsən, təsəvvürlə Amerikadasan. Şəraitin var, bahalı maşınlar, yəni dostlar, başa düşürsən də, yəni bildin necə, bir gün oradan, bir gün buradan, indi biri deyər gedir ki, gələ motosikl sənə hədiyyə eləyirəm, başa düşürsən, yəni o kəmər lazım deyir. Motosikl normal xarid deyirsən, olsa kəmərin başına baxacaq. Mən bu söhbəti deyirəm ki, qardaş, o şeyin motivasiyası, UFC-dəkilərin motivasiyası, hər şeyləri var da, yəni onlar orada çıxış eləyən hər şey var. Hər şey var. Məqsəd olur kəmərə. Sənin fikrimi bilmək istəyirəm ki, inşallah mən başa düşürəm, bu zarafatı deyib gürür eləyirik. Orada mən bilirəm ki, sən orada başqa cür podkroçeniyə gedəcəksən də, istər-istəməz. Burada sual verirəm də, necə fikirləşirsən? Sual hələ ki, bunu bir illik, nə bilim, il yarım biraz saxlayaq. İnşallah ora mən düşə bilsəm, oranın kontraktı mən ala bilsəm, bu sual vermək olar. Sual verməyəcəm, sən özün danışacaqsan. Hə, orada mən özüm danışacağam. Özün deyirsən, yadıma gəlir, bəs... Başqa hansılar, yəni mütləq deyəcəksən ki, İlfət yadıma gəlir, deyirdin ki, çempion, mən deyirəm, düşmüşəm, çempion burada mənəm. Necə söhbətdir? Yəni o da bir, istər-istəməz bir məqsəddir də. Yəni ora düşəndən sonra əlbəttə ki, bunu danışmaq olar. Yəni ora düşmək də sənin gücündən, elə demək olar, asılı deyil, yəni sən nə qədər güclü də ola bilərsən. Yəni ol. Biz özümüz bilirik ki, Dağıstan yarısı demək olar, Dağıstanda bəzi uşaqlar var ki, mən tanıdığım dostlarımız var ki, onları buraxsın ora, hamısı, nə bilim, böyrü üstə qoyacaq da, Dağıstanlı uşaqlar, yəni orada. Yəni Dağıstan deyən ki, güclü döyüşçülər sən nəzərdə tuturam, hələ ki, heç kim ora düşənmir. Yəni, o bir şansdır, hər insana verilmir bu şans, ora düşmək. Yəni, gücdən asılı deyil, mən sənə demək istəyirəm da, hakimiyyətə qoruyacaqsın. Başa düşdüm. Tahir, indi bu son sənin döyüşlərindən birində sən o Qazaxstanlı bir döyüşçü var idi. Adı neydi onun? Nəriman döyüşən. Nərimanla döyüşən. Fanil Rafikov. Fanil Rafikova dəvət elədim, İstanbuldan vuruşum. Çox belə, demirəm ki, güclü döyüşçüdür.
Güclü ama güclüdür, amma demərəm ki, o dərəcə güclüdür. Ondan döyüşmə olardı. O prosto Nərimanla döyüşdə Nərimanla döyüşdə mən deyərəm ki, Nəriman yəqin ki, yəni Şəhrər mənim bilmirəm, Şəhrər mənim özündən soruşasınız. Mənim fikrimcə Nəriman pik formada onu başı hiss eləməzdi. Бойцам и... секунд. И перевод от Фанили Рафикова. И оказывается, этот бой. Однако, друзья, Рафиков понимает, что это, скорее всего, победа для него. Все! Как долго этот парень шел к такому успеху? Mənim fikrimcə Nəriman həmin vaxt yəqin ki, pik formada olmayıb. Pik motivasyon formada olmayıb yəqin ki. Yəni o dərəcə güclü idmançı deyil. Nəriman o vaxtdakı kimi Nəriman mən deyim ki, yəqin ki Marifdə olan formasında ya da Zavrovda olan formasında. Əlbəttə, həmin formada olsa Nəriman, yəni Fanil hara, Nəriman ala, onlar başqa uğrunda. Fanili dəvət elədim. Fanil Nice orqanizasiyasının prezidenti elə bir Fanili sponsoru durub, sponsor edir, ona maraqlı döyüşçülər gətirir. Ona görə də Fanilin gəlib indi mənə uduzmağı onlar üçün yersiz olardı. Ona görə razılaşmadı. Razılaşsaydı yaxşı olardı. Yaxşı face to face oldu, qaşın maraqlı oldu. Hamı gözləyirdi bu döyüşü, mən də gözləyirdim. Fanil mənə elə bir elan oldu ki, biz döyüşə gedəndə, arenaya gedəndə görüşdük. Deyəm, Fanil, sən çağıracam, deyirəm, gələrsən, sənlə döyüşmək istəyirəm. Yaxınlaşdı, deyir, mən sən deyir, Bakıya getdim ki, sən UFC başda döyüşəsən, arkasında deyirsən, mən burada deyir, dəvət edirsən, sən buran başın bax, deyir, UFC haqqında fikirləş. Sənə deyir. Deyir, sən orada görmək istəyir, yəni sən deyir, mənə lazım deyir. Yəni, zarfat formasında, həm də belə... Yəni, deyir ki, Urigen deyiləm də, yəni. Yox, o məndə yox, yəni deyir ki, yəni belə də. Yox, elə çıxır da, deyir, UFC-də mən özünü UFC-də görmüşsən. Biz sən orada gözləyirik, biz gözləyirik ki, sən orada döyüşəsən. Həm də kulturlu şeydən, yəni... Hədə söhbətdən kulturlu çıxdı. İndi 70 kiloda döyüşür, Fight'də Grand Prix-də döyüşəcək. Andrey Qançırovdan Fight'də Grand Prix-də döyüşəcək. Yəni, bəs Fight Nights-da sən özü yaxşı göstərmişdin də, yəni bu Torinlə döyüşlərdə Kamillə yaxşı münasibət var idi. Bəs onun ardı, məsələn, necədir? Fight Night-da nəsə ardı elandır ki, bu turdan sonra mən kəmərə dedilər. Orada prosto kəmərdə mən 15 yaşımdan bəri, 16 yaşımdan bəri tanıdım Bükrov, deyəm Bükrova kəməri saxlayırdı deyə. Elandır ki, ondan yazışdıq, mən döyüşdən sonra təbrik elədi, zəng elədi, deyir ki, halaldır. Deyir, mən bunu gözlərim ki, belə olacaq. Mən gözlərim ki, tez olacaqsan, amma elandır ki, deyir, xalis budun da. Orada güləş olmaz da, güləşmə görə onu tez olardım. Güləş olardı, biraz 30 saniyə vaxt var deyirsən. 30 saniyə, bir dəfə boğma yutdum, onda sıra saxladılar. Bildilər ki, oğlan ağacı hazır idi. Bükrov deyir ki, mən sənə döyüşmək istəmirəm, illərdir dostuq, ona görə heç döyüşmədim orada. Ondan sonra... Bir ara söhbət gedirdi, deyirdin ki, döyüşəcəm, nəsə belə bir şey, fikir var idi. Söhbət ki, görüşəndə Bükrovdan belə elan oldu ki, döyüşmədik. Bu dəfə də fikrim var idi, qaydım orada, kəmərə döyüşüm, danışıqlar gedirdi. Kəmər bugünkü gün Sarnavskidədir, kəmər, Fight Night-ın. Mən onunla döyüşmək istədim, amma elə bir Sarnavski bir illik preriv götürdü, bir ili yox, deməli, bir ilə yaxında preriv götürdü. Babulit Soloyev kəməri elə bir butorla döyüşdü. Kəməri, Vremenli kəməri Babulit Soloyev götürdü. O da mənim dostumdur. Eyni zaldanıq, yəni hər gün bir yerdəyik. Hər gün, bugünkü gün də dünə mənə zəng eləmişdi, danışırdı. Deyir ki, get gəl, yəni Liboy döyüşlərə mənə köməkliyi ilə yanımızda ol. Dağıstanda da indi, İnguşda. Dağıstanda müəllimi var, orada məşq keçir. Yəni, elan olub ki, bir tupikdir. Yəni, orada əvvəl Bükrov idi, indi Babulit Soloyevdir. O da dostumdur. Babulit Soloyevdən hər gün bir yerdə sən problemli adamsan, dostun çoxdur sən. Bu imamı aləmində gəlib dostluq eləməyəsən. Onların dostluq eləməyəsən. 1-2 milyon versələr, dostluq qalmaz, amma nəsə vermirlər. Yaxşı, nə qədər pul versələr, nə ki, döyüşərəm. Yazarım. Yəni, buradan müraciət edək ki... Puldan asılı deyil, mən onu bilirəm ki... 3 minə təklif edirlər, bu narat olmuyor. Kəməri götürsəm, Uri məsələsi qalxır da, yəni müminə reytinqli səviyyə qalxır. Qiymət qalxır. Qiymətlər də qalxır avtomatik kanalların. Yəni, belə situasiyalar olub, amma ondan əlavə mən
Arbaqlar fikirləşirəm ki, Rusiyanın özündə yox və xaricdə işləyirəm döyüş. Məndə həmişə arzu olub ki, nəsə xaricdə döyüş. Sən ESE-də döyüşməmisən? Yox, döyüşməmişəm. ESE-də döyüşməmisən. ESE mənə görə dünyanın ESE dünyada çox ikinci yaxşı, nömrəli bəli. təşkilatdır. Yəni o realna bu belədir. Çünki o qaydalar, disiplin, yəni orada şey yoxdur da. Çox, Məsələn, bu yaxınlarda bizim Azərbaycanda döyüşçümüz orada Zaur adlı o El Pantera. Zaur El Pantera Гаджиев. Эмоции немножко выходят на первый план. Попытка перевода от Гаджиева. Вот так. Посмотрим, что сейчас. Последнее мгновение. 10 секунд остается. Плюс 1 тейкдаун для Заура Гаджиева. И выглядит это все как некая точка в данном противостоянии. Все, время вышло. И Zaur El Pantera Гаджиев. Yəni ona salam deyirik. Biz həqiqətən yaxşı idmançımızdır. Zar çox. Orada isə provokasyon nəsə məsələ oldu. Orqanizasiya dedi ki, bəs bunun yəni istəmirlər də məsələn Xayfdakı kimi, başqa da orqanizasiyalardakı kimi onlarda yəni tam başqa cür sistem gedir. Ancaq mən səni orada görərdim. Yəni növbəti illərdə hardasa. Əlbəttə. Çünki ACA ikinci Böyük orqanizasiya. minus odur ki, sən deyirsən ki, dost mənasında. Mən çox belə afşitin insanım da, hamıdan. Hamıyla dostum. Hamıdan çoxunla. Dostdan əvvəl mən Moskvada elə bir zal yoxdur ki, mən orada olmamışam. Yəni tanınmış bir zal yoxdur ki, mən orada olmamışam. Sambo servisdən tutmuş, Aplota kimi, nə bilim, yəni razı zallardan hamısında mən olmuşam. Hamısında orada tanıyıram. Orada 2 nömrə Uzayirdir. Ondan sonra nə bilim 4 nömrə Ruslan var, odur. Hamısı da mən tanışam. Mən Dağıstan Maxaçkalda 10 dənə zal var, sonra 7-sin 8-də mən olmuşam, 7-dən 8-də də mənim dostlarım var, hamısı da orada döyüşür. Yəni Rusiyanın özü biraz minus odur ki, məsələn ESE-də bütün tanınmış döyüşçülər hamısı dostumuzdur. Dəfələrlə olub ki, döyüşmürlər. Hə, yəni bugünkü gündə orada yəni döyüş veriblər, döyüşməyiblər və cərməliyiblər. Bugünkü gündə çox orada döyüşmür. ESE-də. Hə, yəni ESE-də yox, bir-birlərlə döyüşmür. Ona görə biraz böyük problem var. Yemin o orqanizasiyada. Çoxlu tanışlar var deyə, dostlar var deyə. Amma əlbəttə döyüşmə olar indi orada onu brat elədilər. Əvvəl döyüşmürdülər. Bugünkü kontraktor da bağladınsa, dostun olmur, qardaşın olsun, sən döyüşəsən. Başa düşdüm. Yəni onlar deyir ki, yəni liba döyüşürsən, liba. Həbiblə necədir münasibət? Həbiblə münasibət yoxdur, ətrafından var, hızlı. Həbibin yəni ətrafında kimlərlə var? Məxaçevdən var, kimləndir? Münasibət var. Bildiyimə görə çox sadə olanlardılar, sadədirlər. Yəni çoxdur. Bu Qargildə, Kərəmovgildə orada olanda. Onlar orada zborda olur. Mən onlardan çıxmalı olmuşam zborda. Olmusanız burada. Hə, onların kəndində dağla. Məşq necə keçir orada? Super. Orada əslində güləşdir. Yəni məşq demək olar ki, yəni bunların bazası var, dağda, o həmin bazanın içində. Qəşəng baza. Hə, qəşəng bazada. Yaxşı idmançısın, yəni məşq libo yerdə eləmək olar. Yəni libo yerdən sən tanınmış döyüşçü ola bilərsən. Yəni yaxşı döyüşçü ola bilərsən, prosta sparring partnyorlardan çox şəxsədir. Yəni orada Dağıstanda mən sırf ora gedirəm ki, sparring partnyorlarım var. Moskvanın özündə mənim öz müəllimim var. Məşqlərim də superdir, həm fiziki, həm texniki məşqlər yaxşıdır. Amma məsələn, sparring partnyor lazım oldu, məndə orada 5-6 dənə var. Amma əlavə başqaları lazım oldu, tutaq ki, güləşin üstündə işləmək istəyəndə gedirəm ora. Ya xalqanın üstündə, crossfitin üstündə işləmək istəyəndə gedirəm ora. Halbuki Bakının özündə deyək, tutaq ki, əla məşqlər gedir. Rustam müəllim yanına məşq edirəm, Nadir müəllimin yanına məşq edirəm. Yəni Şəhrər müəllim zalına gəldim və Şəhrər müəllim özünə buna salam demək istəyirəm. Şəhrər müəllim özü də super formalıdır. Özü. Yəni müəllimin özünə güləşmişəm. Onu güləşmirsən, hə? Hə. Bir-iki pulsuz uçuşlar almışam, bonuslar. Cudayist olduğumu bilmirdim. Birinci sambista amma belə yaxşı Şəhriyar müəllim maşallah, yəni həqiqətən maşallah cavanlara fora verir də Şəhriyar müəllim. Yəni belə həqiqətən cavan idmançılar özlərinə belə güclü hiss eləmək istəyəndə gəlin Şəhriyar müəllim pulsuz hansı istirahət ölkəsinə yola salsın. Hava yolları turu, hava yolları turunu, hə, pulsuz. Həqiqətən yəni burada da əladır. Burada prosta böyük minus var ki, məsələn mənim çəkimdə elə də adamlar yoxdur mənim çəkimdə.
Mən 77-də döyüşürəm, 90-91 kiloyam tutaq ki. Mənim çəkimdə elə yoxdur. Mən güləşə gəlirəm Nadirgin yanına, Nadir müəllimin yanına. Nadirdən, Turaldan güləşirəm, öz çəkimdə olanlar. Sparingə gedirəm tutaq ki, aslında Ruslan müəllimin yanındayım. Məsələn, məşqlərdə fizikadır, texnikadır, udarkadır oradayım. Amma belə gəzirəm, sparing partnyor kimi, yəni o zal, bu zal, güləş orada. Təcrübə artırırsan da, təcrübə həm də ki, Həm də hamı burada böyük ümumiyyət yəqin odur ki, burada toplanıb, tutaq ki, sparing günləri olmur. Həftə bir dəfə mən məsləhət verərdim ki, həftə bir dəfə yığışsınlar. Bütün zallardan hansısa bir zala gəlsinlər, bu zala gəlsinlər. Yığışıb burada bir sparing eləsinlər. Onların özləri üçün də plus olur. Yəni, qıraqdan gələnlər də tutaq ki, mən gələndə mən bilərəm ki, gəlib həftədə mənim sparing günüm olacaq burada. Yəni, mən zəng eləyib, orada-burada axtarmayacam da, güləşməm, mən o zala gedim, tutaq ki, sparingə bu zala gedim. Sən gördün adam tapı yoxdur, adam yoxdur, gördün bir yaxşı məşq kimi. Çağır mən azından şeydə, güləşdə olmasa da o da arkada sənin sparing partnörün ola bilərəm. Yəni problem yoxdur, biraz hörmət eləyərsən, bir də onu çağırıram. Spiderman da gələr. Neysə. O kimi Tahir, deyirsən ki, bugünkü günlər Azərbaycanda, Bakıda hər cür şərait var. Məşq üçün baxışlar. TT klubu var, bizim motivator klubumuz var, hansı ki, müəllimlər də var. Müəllimlər də var. Sadəcə olaraq sparing üçün deyirlər, o bir baza yaradılsa, bir yerdə məşq eləsələr, həqiqətən çox böyük bir-iki dəfə oldu. Bir-iki dəfə oldular ki, bir yerdə toplantı oldu. Ruslan müəllimdən Şəhrər müəllim cavanlara yaman podyaşka verir, yaxşı podyaşka verirlər onları. Hər iki tərəfdən. Əlbəttə gətirirlər, mən bilən həftə bir dəfə yığışırlar, cavanlar sparing edirlər. Yəni, belə də böyüklər də yığışsa hərdən buradan. Prosta böyüklər deyəndə ki, yaxşı uğruvun üçün əlbəttə ki, yollar açılsaydı, mən gəlib burada yaşayardım. Buradan Dağıstana geyib gələrdim. Yəni, bura hava, məşqlər, hər şey superdir. Şərait? Hə, şərait var burada məşq eləməyə, prosta spar partner yoxdur. Zar buradan salamlar, Zardan danışıram. Döyüşlərə deyirsən, burada olsan, deyir, mən də gələrəm bura, deyir, mənimlə xoşum gəlir. Burada hazırlanar? Hə, deyir, burada gəlib, burada hazırlanaram. Ruslan müəllim yanında idi o? O da mənim ki, bütün zallardadır. Bütün zallarda. Yəni, o gəlsə, mən necə, o da elə yanımda. Həm də gör nə qədər bizim Azərbaycan döyüşçümüz var. Təsəvvürlə hamı gəlsə biri yığışsa, o da böyük bir səndir, Zavur, nə qədər varsa, gəlsələr o böyük, həm də buradakılar üçün bir şey olar. Buradakılar üçün böyük talçıq olar. Buradakılar bizimkilərin əlbəttə dünya çempionlarımız, olimpiya çempionlarımız çoxdur. Olimpiya deyəndə ki, EMMA-dan da 30 qat, 40 dünya çempionlarımız çoxdur. OEX-də, yəni onlar da gəlsə, həm onlar da biraz mən dünya çempion deyiləm, məndən xətiyyə azmaz biraz of deyirlər. Özlərinə də oput verərik. Həm də birlik olmanın nəzəri var ki, bir-birlə paylaşsınlar, öz sosial şəbəkələrindən, məsələn, Tahirdir. Biz necə eləyirik? Bütün sosial şəbəkədə, biz necədir? Bugün problem odur ki, idmançıların sosial şəbəkələrdə... Paylaşmaq lazım deyil elə ki, xətiyyə bu... Yox, mən nə demək istəyirəm ki, məsələn, Rusiyada, başqa ölkələrdə görürsən ki, başqa ölkələr bir-birinə idmançılar necə birlik var da, yəni, birlik nədən əmələ gəlir? Döyüş utdu, paylaşdılar. Bizdə bir balaca onunla bağlı biraz problem var. Qısqanclıq var. Kim necə olur olsun, yəni tutaq ki, hərənin öz ürünü var, hərənin öz liqası var, hərə öz liqasında irəli gedəcək. Yəni tutaq ki, kimsə Fight Night-da döyüşür, kimsə OAI-də döyüşür, kimsə PFL-də döyüşür. Yəni Fight Night-da döyüşənlə PFL-də döyüşənin arasında yəni bir, necə deyim sizə, şey olmalı deyirlər. Yəni o orada döyüşür, orada rəqibləri var. Mən də tutaq ki, burada döyüşürəm. Biz də onunla heç bir cür birləşənmərik də. Yəni yarışa çıxanmərik, döyüşə çıxanmərik. Yəni biz bir-birimizə maksimum oput verə bilərik. Yəni hazırlıq yaxşı olsun deyə, sən oput yığmalısan deyə sənin belə çıxmasınlar. Sən gəlib zəifdən məşq eləyəndə ancaq zəif olan səndən oput yığır. Amma sən güclə məşq eləndə səni belə tutmasın, 5 dəqiqə ərzində yerdən buraxmasa, sən gəlib oput yığırsanız ki, başqalarına necə güləşsənlər. Ay bala, qıratdan su içmə demədim ha bala. Artıq bu cümləni övladlarınıza deməyə ehtiyac qalmayacaq. Bizim sizə şad xəbərimiz var. Övladınızın sağlamlığını düşünürsünüzsə, şəbəkə suyunun təmizliyini bizə həvalə eləyin. Necə ki bunu Dünya Karatesinin qara brilyantı Rafael Ağayev etdi. Eksklüziv sifariş ilə Türkiyədə istehsal olunan və Rafael Ağayevin adına həsr olunan Black Diamond su filtrlərini sifariş etmək üçün elə indi müraciət eləyin. Nəqd pulunuz yoxdursa, o da problem deyil.
Artıq avadanlıqları ilkin ödənişsiz, faizsiz, komissiyasız, üstəlik daxili kredit şərtləri ilə, həmçinin müxtəlif taksit kartları ilə da əldə edə bilərsiniz. İndi zəng et. Kampaniya məhsul bitənə kimi etibarlıdır. Telefon 055 255 99 89. Inline Az. İndi baxırsan idmançıları, biz gənc nəsil bizi izləyir, sən baxır, tanıyanlar bilirlər. Sən özün ümumiyyətlə kimi izləyirsən? Məsələn, kimdən UFC top idmançılarından kimdən xoşun gəlir? UFC deyəndə ki, mən təsəvvür UFC baxmıram. UFC heç baxmıram sözünüzə. Hal oldu. Yox. O mən orada deyiləmsə, o məndə yox. Mən nə vaxt pat-pisat eləyirlər orada mən o məndə yox. Yəni mən belə deyim ki, mən sırf bunun neuralni həvəskarıyam. Mən bütün döyüşlərə. Heç oradakı döyüşləri tanımırsan? Yox, döyüşləri tanıyıram. Ondan getmirsən. Yəni mən deyim ki, sən Super Bowl sonuncu yəni UFC-ni hansıdırsa onu bilmirsən yəni. Axırıncı vallahi. Axırıncını. 2 gün bundan qabaq oldu. Yox, bundan 2 gün bundan qabaq o şeyə baxdım, bir Amerikanlı idi mən bilən, açıqlı, interesli danışırdı, qışqıra-qışqıra danışırdı. Bir dənə oyun gördüm, o da hype-a görə. Onun danışdıqlarına görə. Yəni belə mən izləmirəm. Nəinki onu, mən heç bir döyüşlərə baxmıram. Mən ancaq öz dostlarımın, tanışlarımın, Tofiqin döyüşünə baxdım çox ki də. Hansısa mənim maraqlı döyüşçülər var, onların döyüşlərinə girib baxıram. Sən maraqlı döyüşçü kimlərdir? Mən elə öz çəkimdə baxıram da. Öz çəkimdə. Bugünkü elə də yoxdur. Yəni UFC-in dünənlərdə demək olar ki, hamı tanıyıb. Azərbaycanda UFC-in Xəbibə və Conor-a görə tanıyıblar. O da 10 il bundan qabaq. O da 10 il bundan qabaq. İndi də hansı Azərbaycandan gəl soruş ki, bugünkü kimdir tanımış deyil. Ümumiyyətlə UFC ilə MMA-nı ayıra bilmirdilər. UFC ilə MMA-nı 5 il bundan qabaq, UFC ilə MMA eyni şey deyirlər. Halbuki UFC başı təşkilatdır, MMA idman. Yəni ən abidnisi onu məşq eləyənlər də ayıra bilmir də. O dünənlərdə tutub söhbət edirdi, orada da ayıra bilməyənlər var. Yox, yəni beləsə deyim ki, sırf oturub bütün döyüşlərə baxıram, məndə elə şey yoxdur. Məsələn, ümumi tanınmış döyüşçülər olur ki, Rusiyadan, SNG-dən, onlara girib sırf ondan döyüşdən baxa bilərəm. O da niyə? Sportivni o konkurensiya deyilən şey var. Ona görə girib baxıram ki, necədir? Bu filankəs necə döyüşdü? Sponsorlarla bağlı məsələ nə yerdədir? Nə məndə? Sponsorlar. Bugünkü günləri hər gözləyirəm ki, Bakıda yəni sən bankları gətirəsən, sən kontraktlar. Allah razı olsun. Bank var idi, bizim verdik. Sonradan dedilər ki, 30 min pul özümə istəmişəm, nəsə belə bir şeydir. Onda inşallah danışacaq. Gözləyirəm, dostluğumuza gözləyirəm, inşallah gələcək bu yaxınlarda. Ancaq sponsorlarla bağlı bizim dostlarımız həmişə dəstək olan iş adamları var. Buradan hamını salamlayıram. Məsələn, biri Cevo'dur, Cavid dostumuz, bütün idmançılarımıza dəstəkdir. Tahir Abdullayev, Cevo'dan hədiyyələr. Maşallah. Yaşa, sağ olsun. Görürsən, qardaş. Cavid mənim sağ olsun, həmişə olduğu kimi idmançılara dəstək. 1 döl, 2 döl, 3 döl, 5 döl, 6 döl. Maşallah. Maşallah, yaraşır qaqaş, yaraşır. Cevo. Motivator, arada bir motivator. Motivator yox, motivator. İnşallah ki. Bir Orxan qardaşımız. Yəni, çox dostlarımız var və həmişə də idmançılarımızın yanında olun. Motivator fitness klubdur. Yəni gəlin məşqlərimizi eləyin inşallah motivatorda. 5 manatın sonunda kartı hələ. Nə qədər? Yox, 10 manat danışmışdıq. 10 manat danışmışdıq motivator fitness klubla bağlı. Özü olub, dəfələrlə fitness klubda olub. Necədir fitness klubumuz? Fitness klub super, əla. Gəlsinlər, yazılsınlar. Cəmi-cümü qiymət 120 manatdır bez limit. 120 manat, 20 günlük. 20 gün yox, 1 ay. 20 gün Moskvada 20 gündür belə biz limit. Yoxsa necə? Moskvada sən heç pulsuzdur da qardaş. İnşallah. O da var. O da var. O üçün Tahir indi məşqə hazırlaşmalıdır. Tahir sənə uğurlar arzu edirəm. Uğurlar sənə. Bu günləri gecə ilə çıxır Tahir Amerikaya. İnşallah ki, dostlarımıza buradan salam deyirəm, Amerikada olan dostlarımıza. Tahir inşallah gəlir və inanıram ki, Tahirin səsi UFC-dən gələcək. İnşallah, qlavna. Özün buna inanırsan yoxsa necə? Yəni, bir təhər danışır. Çox rahatsan, bəlkə patpiska var, prosto biz bilmirik. Birdən ayrılacaq ki, orada Dana White'ın yanında oturmuşsan. O da ola bilər. Alnımızdan yazılı olacaq da, yəni öz istəməyimiz var, istəməyimiz hərəkət edilir inşallah. Dana'nı görsün, ilk sözün nə olar o Dana'ya? Dana, give me contract. Dana, let's give me contract. İkimiz də başıma basana görə kəsə eləmişəm. Sən ona görə. O üçün
Hamıya Yəni, mənim salam. fikrimcə problem ora getməkdir. Ora gedəndən sonra yəqin ki... Sən hara düşsən, uca görəcəksən ki, bir ay, 2 aydan sonra İngilizcə danışırsan. İngilis dilində. Знаешь? Конечно. Знаешь İngilis? Do Do you speak English? Yəni görürsünüz də İngilis speaki də var. Başım kanalımıza abunə olun, kommentləri yazın. Tahir Abdullayev ümumiyyətlə bütün bizim MMA idmançılarımızdan nə fikirləriniz var, nə təklifləriniz var. Sponsorlar varsa kimsə bizə, bizim kanalımıza, bizim dostlarımıza, bizim idmançılarımıza Kanal elədiniz, bir mənə. Bəli, kanalımıza sponsor oldunuz, elə biləlim ki, Tahir Abdullayev sponsor oldunuz. Onun sırası şey yazırsınız. Mütləq. İndi sağ ol. Döyüş liqamızın növbəti turniri də olacaq bu yaxın günlərdə. İnşallah ki, Tahir Abdullayev burada olmasa da indi çalışaraq ki, Tahir gələn vaxtda olsun. Gəlsin orada ambasadorluq eləsin, kommentator. Çünki Tahir həqiqətən çox maraqlı danışır, maraqlı fikirləri var. Çox maraqlı olacaq. Bizlə qalın inşallah. Özünə müğayət olun. Tahir, sənə uğurlar qardaş. Sən mən inanıram ki, səsin UFC-dən gələcək. O da dediyin kimi deyəcəksən, o UFC-yə düş. UFC-də olmasa, başqa lig olsa, amma zırvnoy pullar var. Zırvnoy pul. Əsas budur. İnşallah. Sağ ol. Sağ ol.